Yağış yağarkən hansı dualar, hansı zikirlər edilməlidir? İndi sizin üçün danışacağım. Bilin ki, yağış yağanda duaların qəbul olunma vaxtıdır. Ona görə bu anda çoxlu dua edin. Allahdan lütf və mərhəmət, bağışlanma, bol ruzi və bərəkət istəyin. Peyğəmbərimiz ona Allahın salam və salavatı olsun, yağış yağdıqda çölə çıxar, bədənin hər hansı bir hissəsini açar, həmin yağışdan öz bədəninə sürtərdi və deyərdi ki, həqiqətən bu yağış hazırda mənim Rəbbimdən enir və sanki yağışın, bu suyun vasitəsilə Allahla bir irtibat yaradardı. Həmçinin yağış yağarkən bu duaları etmək olar. Allahümmə sayyibən nəfiyən. Allahım, bu yağışı bizim üçün bol və bərəkətli et. Əgər yağış çox enərsə, şiddətli olarsa, necə ki bizim günlərimizdə, bugünkü günlərdə yaşayırıq bunu, onda belə dua etmək lazımdır. Allahım, yağışı bizim üzərimizə deyil, bizim ətrafımıza yönəlt. Vadilərə, təpələrə, həmçinin ağaçların olduğu yerlərə yönəlt. Yağış bitdikdən sonra isə bu dua edilir. Mutirnə bi fadlillahi və rəhmətih. Allahın fəzli və rəhməti ilə bizə yağış indirildi. Mütləq bu videonu bəyənib paylaşın. Şərh bölməsində də fikrinizi yazın. İndi isə qalxıb sizin üçün yağış vaxtı hansı əməlləri evdə olarkən etmək olar, o videonu çəkib paylaşacağıq. Mütləq kanala abunə olun və növbəti videonu da izləməyi unutmayın.